Üçüncü nümunəyə baxırıq. 9-cu sual. Rövşən sözə başlayanda mən onun üzünü görmürdüm cümləsinin sintaktik təhlil sxemini müəyyən edin. Yenə dediyimiz kimi, başda Rövşən kim sualına cavab verən sözdür və yalnız Rövşən sözü ilə işləyən hər kəs bunu mübtəda hesab edəcəksə, deməli seçimi B, C və E arasında olacaq və görək doğrudanmı Rövşən burada mübtədadır. Rövşən cümlənin mübtədası olmaq üçün mütləq gərək xəbərlə əlaqəyə girə. Rövşən görmürdüm, əlaqəyə girmədi. Deməli, Rövşən burada cümlənin mübtədası ola bilməz və Rövşən mübtəda ola bilməzsə, onda B, C və E variantı kənarlaşacaq. Yəni, cümlədə kim sualına cavab vermək, hələ onun mübtəda olması demək deyil. Yenə təkrar vurğulayıram ki, kim sualına cavab verən söz mütləq cümlənin xəbəri ilə əlaqədar olmalıdır ki, mübtəda olsun. Və bunu yoxlamaq çətin deyil. Biz tutaq ki, Rövşəni mübtəda götürmək istəyirik, kim sualımızı vermişik və gələk onu xəbərlə bağlayaq. Görmürdüm xəbərdir, Rövşən görmürdüm. Əlaqəyə girdi, girmədi. Girmədisə deməli mübtəda deyil. Girəcəksə deməli mübtəda olacaq. Yəni bu araşdırmanı aparmadan Rövşən sözün təkcə kim sualına görə mübtəda götürmək olmaz. Seçimimiz qalır A və D arasında. A birinci zərflik təqdim edir, D birinci tamamlıq təqdim edir. İndi cümlənin təhlilinə baxaq. Hər bir cümlənin təhlilinə ümumiyyətlə xəbərdən başlamaq lazımdır. Görmürdüm xəbər. Kim görmürdüm? Mən. Görmürdüm xəbərində elə şəxs şəkilsi işlənib deyə, buna diqqətli olan hər kəs biləcək ki, Rövşən üçüncü şəxsdir deyə artıq birinci şəxs sonluğundan işləyən xəbərlə əlaqəyə girə bilməz. Və mən cümlənin mübtədasıdır. Mən görmürdüm. Nəyi? Onun üzünü. Oldu tamamlıq. Nə vaxt görmürdüm? Rövşən sözə başlayanda. Bu da oldu zərflik. Deməli, burada Rövşən sözü əlaqədədir, sözə başlayanda sözü ilə. Və başlayanda feil bağlamadır. Rövşən də onun asılı tərəfidir. Sözə başlamaq ikisi bir sözdür, mürəkkəb feildir və Rövşən də həmin mürəkkəb feilin asılı tərəfidir. Ona görə müstəqil cümlə üzvü deyil. Deməli, cümlənin təhlil sxemi zərfliklə başlayır. Ona görə cümlə, deməli, D variantını kənarlaşdırır və cavabımız olur A variantı. Zərflik, mübtəda, tamamlıq, xəbər. Sintaktik təhlildə, deməli, mən bu diqqət çəkdiyim məsələlər ən çox problem yaradan məsələlərdir. Yəni, dediyimiz kimi, cümlənin əvvəlində kim sualına cavab verən və yaxud hansı sualına cavab verən, sual görən, deməli, test işləyicisi, deməli, onun cümlədəki sözlərlə əlaqəsini nəzərə almadan, deməli, onu həmin cümlə üzvü kimi, ya mübtəda, ya təyin kimi qəbul edir və bu da, deməli, təhlil sxemində səhvlərə yol açır. Beləliklə, test də səhv cavablandırılmış olur. İndi bu məsələlərə diqqətli olmaqla biz həmin, deməli, problemi aradan qaldıra bilərik.